Zəngəzur dəhlizinin yaradılması bizim milli maraqlarımıza tam cavab verir və tarixi maraqlarımıza cavab verir və gələcək maraqlarımıza cavab verir. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə işçi nahar formasındakı görüşündə müzakirə olunan mühüm məsələlərdən biri Azərbaycanla Ermənistan arasında, o cümlədən Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpası idi. Avropa İttifaqı dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışladığını bəyan etdi. Bu bir daha göstərdi ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi dəyişməzdir və Prezident İlham Əliyev qarşıya qoyulmuş hədəflərə çatmaq üçün qətiyyətli addımlar atır. Nəzərə alsaq ki, Əmirlan üzərinə reallaşacaq nəqliyyat kommunikasiya xətti, eyni zamanda Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inteqrasiya olunacaq. Eyni zamanda hər iki kommunikasiya xəttinin şimal-cənub nəqliyyat dəhlizinin inteqrasiya imkanları da var. Bu isə ona xəbər verir ki, bu əslində Zəngəzur dəhlizinin reallaşması region üzərinə daşınan yüklərin həzminin artmasına imkan verir. Təbii ki, bu Azərbaycan üzərindən daha çox yüklərin Avropaya, beləcə də Avropadan Azərbaycan vasitəsilə Asiya daşınmasına imkan verir. Azərbaycan Avropa İttifaqı üçün vacib iqtisadi tərəfdaşdır. Ölkəmizin ticarət dövriyyəsinin təxminən 40%-i Avropa İttifaqının payına düşür. Danışıqların yekunu da göstərdi ki, bölgədə yaranmış reallıqlar fonunda yeni nəqliyyat kommunikasiya xətlərinin açılması təkcə region deyil, uzaq coğrafiya üçün də sərfəlidir və böyük perspektivlər vəd edir. Demək, Azərbaycanın İranla yeni kommunikasiya bağlantısına dair imzaladığı sənədlə yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsi də aktuallığını və prioritetliyini saxlayır. Bu istiqamətdə Ermənistanın prosesə mane olmaq resursları olduqca məhduddur. Kommunikasiyaların açılması həm bütövlükdə bölgəmiz üçün, həm də bölgədə mövcud olan aparıcı güc mərkəzləri üçün hesab edirəm ki, zəruridir. Çünki bu son nəticədə həm də iqtisadi fəallığın stimullaşdırılması və siyasi müstəvidə də aidiyyatı qərarların qəbul edilməsinə öz təkanını verməlidir. Beləliklə, əldə olunan nəticə göstərdi ki, danışıqlar Azərbaycanı müəyyənləşdirdiyi gündəlik əsasında aparılır. Avropanın sülh, regional inkişaf, daha çox iqtisadi gəlir, sosial tərəqqi hesablanmış belə bir gündəliyi dəstəkləməsi heç də təsadüfi deyil. Südabə Cahangirli, Rüstəm Mikayılzadə, ASTV Xəbər.